Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə ruleti necə hazırladığımı bölüşmək istədim. Ən asan formada, mən bu formada hazırlayıram. Hazırlamışkən də sizlərlə bölüşmək istədim. Ərzaqların dəqiq miqdarını videonun altında qeyd edəcəm. Biskviti əvvəlcədən hazırladım. Hazırlayıb 180 dərəcə qızdırdığım sobada 20-25 dəqiqə qədər bişirdim. Bişirdikdən sonra isti bükürəm ki, sonradan qırılmalar olmasın. Bu formada, rulet formada büküb qoyuram ki, soyusun. O soyuyana isə krem hazırlayıram. Mən kremə qaymaqdan istifadə eləmişəm. Soyuduqdan sonra isə kremi sürürəm. Ortasına isə banan, quz, damla şokoladı atdım. Siz başqa meyvədən də istifadə edə bilərsiniz ya da etməyə bilərsiniz, zövqə görədir. Sonra isə təzədən ruleti bükürəm. Üstünə kremləyirəm, bəzəyirəm və 2-3 saat qədər xaldeynedə gözləyib kəsib nuş edirik. İnanın, çox dadlı, möhtəşəm, yumşaq, qırılmayan rulet alınır. Siz də hazırlaya bilərsiniz. Sizlər üçün bu qədər əziyyət, zəhmət çəkib videolar çəkirəm. Bir bəyənməyi çox görməyin, zəhmət olmasa baxış eləyirsiniz, amma bəyənmə eləmirsiniz.